Futbol tarixində unudulmaz hadisələr və əfsanəvi oyunçular olduğu kimi qaranlıq və ürək ağrıdan hadisələr də var. Bu hadisələrdən biri də Kolumbiya millisinin müdafiəçisi Andres Escobarın faciəvi ölümüdür. O sadəcə bir futbol səhvinə görə həyatını itirdi. 1994 Dünya Çempionatında vurduğu avtogol onu ölümə aparan səhv oldu. 1994-cü ildə Kolumbiya millisi futbol tarixinin ən güclü heyətlərindən birinə sahib idi. Komandanın lideri Carlos Valderrama, hücumçuları Faustino Asprilla və Freddy Rincon, müdafiədə isə Andres Escobar kimi möhtəşəm futbolçular yer alırdı. Kolumbiya o dövrdə Cənubi Amerikanın ən güclü komandalarından biri sayılırdı və Braziliya Argentinanı qabaqlayaraq dünya çempionatına vəsiqə qazanmışdı. Hətta əfsanəvi Braziliyalı futbolçu Pele belə Kolumbiyanı turnirin favoritlərindən biri adlandırmışdı. Lakin Kolumbiya millisinin arxasında təkcə futbol azərkeşləri yox idi. Ölkədə fəaliyyət göstərən mafiyalar və narkobaronlar da futbolu nəzarətdə saxlayırdılar. Onlar komandaya böyük məbləğdə pullar yatırmış və millinin uğur qazanacağına ümid bəsləyirdilər. Çünki Kolumbiyanın uğuru demək onlar üçün daha çox nüfuz və pul demək idi. Kolumbiya 1994 Dünya Çempionatında ABŞ, İsveç və Rumıniya ilə eyni qrupda yer alırdı. İlk oyunda Kolumbiya gözlənilmədən Rumuniyaya 3-1 hesabı ilə məğlub oldu. Bu, ölkədə böyük narazılıq yaratdı. Mafiyalar oyunçulara və onların ailələrinə hədələr göndərməyə başladılar. Komandanın məşqçisi Francisco Maturana hətta oyunculardan birini heyətdən çıxarması üçün ölüm təhdidləri almışdı. İkinci oyunda Kolumbiya ABŞ ilə qarşılaşdı. Bu maç Kolumbiya üçün həyati əhəmiyyət daşıyırdı. Onlar mütləq qalib gəlməli idilər. Ancaq oyunun 35-ci dəqiqəsində Escobar avtogol vurdu. Rəqib futbolçunun ötürməsini kəsmək istəyən Escobar topu yanlışlıqla öz qapısına göndərdi və hesab 1-0 oldu. Kolumbiya şoka düşdü. Sonradan ikinci qolu da buraxaraq 2-1 məğlub oldu və turnirdən çıxmaq təhlükəsi ilə üzləşdi. Bu nəticə Kolumbiya üçün milli faciəyə çevrildi. Çünki mafiyalar böyük məbləğdə pullar uduzmuşdu və günahkar axtarırdılar. Onların hədəfi isə Andres Escobar oldu. Turnirdən sonra futbolçular və məşqçilər öz ölkələrinə qayıtdılar. Escobarın dostları ona xaricdə qalmağı tövsiyə etsələr də, o Kolumbiyaya qayıtmaq qərarına gəldi. Düşünürdü ki, insanlar tezliklə bu hadisəni unudacaqlar. Lakin Escobar yanıldı. O, 1 iyul 1994-cü ildə Medellin şəhərində bir gecə klubuna getdi. Gecə saatlarında o, parkingdə bir neçə naməlum şəxs tərəfindən mübahisəyə çəkildi. Müzakirə avtogol barədə idi. Escobar öz səhvinin təsadüfi olduğunu izah etməyə çalışsa da, mübahisə böyüdü. Birdən silah səsləri eşidildi. Hücum edənlər Escobara 6 dəfə atəş açdılar. Şahidlərin dediyinə görə, onlar hər atəşdən sonra avtogol deyə qışqırırdılar. Escobar yerindəcə həyatını itirdi. Onu vuran Humberto Munoz Castro adlı bir şəxs idi və o, narkomafiya ilə əlaqəli bir mühafizəçi kimi tanınırdı. Bu xəbər futbol dünyasını sarsıtdı. 26 yaşlı Escobarın qətli idman tarixində ən böyük faciələrdən biri oldu. Kolumbiyada Escobarın qətli böyük etirazlara səbəb oldu. Minlərlə insan onun dəfn mərasiminə qatıldı. Escobarın ölümü futbol aləmini də dəyişdirdi. FIFA futbolçuların təhlükəsizliyinə daha çox önəm verməyə başladı. Kolumbiya futbolu isə bu hadisədən sonra uzun müddət özünə gələ bilmədi. Qatil Humberto Munoz Castro həbs olundu və 43 il həbs cəzası aldı. Lakin cəmi 11 il həbsdə qaldıqdan sonra azadlığa buraxıldı. Escobar isə futbol azərkeşlərinin yaddaşında təkcə yaxşı bir müdafiəçi kimi yox, həm də saf və təvazökar insan kimi qaldı. Kolumbiya xalqı onun xatirəsini əbədləşdirdi və Medellində onun şərəfinə abidə ucaldıldı. Escobarın faciəsi futbol tarixində ən kədərli hadisələrdən biri olaraq qalır. Bir səhvin bir insanın həyatına necə baha başa gəldiyini göstərən bu hadisə futbolun təkcə oyun deyil, eyni zamanda böyük risklər daşıyan bir sahə olduğunu göstərdi. Futbol bir əyləncədir, lakin bəzən həyat və ölüm məsələsinə çevrilə bilər.